Hər kəsə salam. Bu gün natural ədədlər mövzusunun ikinci hissəsinə baxırıq. Natural ədədlər mövzusunu qarşılıqlı sadə ədədlərə qədər birinci hissədə izah etmişəm. Kim izləməyibsə oradan izləyə bilər kanala keçərək. Bu gün isə artıq qarşılıqlı sadə ədədlərdən sonra başlayıram davamına. Qarşılıqlı sadə ədədlər haqqında birinci hissədə də biraz məlumat vermişdim. Bölünmə əlamətlərinin içində məlumat vermişdim. Sadəcə olaraq bu gün biraz ətraflı danışacağıq. Sadə ədəd anlayışı ilə qarşılıqlı sadə ədəd anlayışını bəzən uşaqlar qarışdırır. Qarışdırmaq olmaz bunu. Niyə? Çünki sadə ədəd o deməkdir ki, yalnız bir dənə ədəddən söhbət gedir. Məsələn, 2, 3, 5, 7. Bunlar 11, bunlar sadə ədədlərdir. Amma qarşılıqlı sadə ədəd deyəndə bir cüt ədəddən söhbət gedir. Yəni 2 ədəddən söhbət gedir. 2 ədəd özləri ayrı-ayrı mürəkkəb ədədlər də ola bilərlər. Sadəcə olaraq onların ortaq böləni yalnız 1 olmalıdır. İkisinin ortaq bölündüyü ədəd 1 olmalıdır. Məsələn, tutaq ki, deyirəm 12 ilə deyirəm 5. Fikir versəz görərsiniz ki, 12 də 5 də, yəni məsələn 12 özü mürəkkəb ədəddir, başqa ədədlərə bölünür. Amma 5 ilə birlikdə qarşılıqlı sadə ədədlər cütü adlanır. Bu bir qarşılıqlı sadə ədədlər cütüdür. Niyə? Çünki 5-in bölənləri hansılardır? 1 və 5. 5-in bölənləri 1-ə bölünür, 5-ə bölünür. 12 isə 1-ə bölünür, 3-ə bölünür, 4-ə bölünür, 6-ya bölünür, 12-yə bölünür. Bunların ortağı ancaq yalnız 1-dir. Ona görə bunlara qarşılıqlı sadə ədədlər deyilir. Məsələn, başqa bir nümunə deyək. Tutaq ki, 9 ilə 7. Bunlar da qarşılıqlı sadədir bir-biri ilə. 9 özü mürəkkəbdir, amma 7 ilə birlikdə qarşılıqlı sadə ədədlər cütüdür. Çünki ortaq bölənləri yalnız 1-dir. Yaxşı, qarşılıqlı sadə ədədlərdə hansı xüsusi qaydalar var? Və yadda saxlayın ki, bütün ardıcıl ədədlər qarşılıqlı sadədir. Ardıcıl ədədlər. Ardıcıl ədədlər qarşılıqlı sadə olur. Məsələn, 5 ilə 6. Bunlar qarşılıqlı sadə ədədlər cütüdür. Sonra deyirəm, tutaq ki, 12 ilə 13. Ardıcıl ədədlər qarşılıqlı sadədir. Sonra ikinci qaydam. Ardıcıl tək ədədlər də qarşılıqlı sadədir. Ardıcıl tək ədədlər də qarşılıqlı sadədir. Ardıcıl tək ədədlər hansılardır? Məsələn, tutaq ki, götürürəm 3 ilə 5. Ardıcıl tək ədədlərdir. Qarşılıqlı sadədirlər. Sonra məsələn, götürürəm 7 ilə 9. Ardıcıl təkdir, qarşılıqlı sadədir. Sonra üçüncü qaydamız. Bütün ədədlər 1 ilə qarşılıqlı sadədir. Bütün ədədlər 1 ilə qarşılıqlı sadədir. Məsələn, 12 ilə 1 qarşılıqlı sadədə ortaq bölən yalnız 1 olacaq axı. Onsuz ki, 1-in bölündüyü ədəd ancaq 1 olduğu üçün hansı ədədə götürsən götür. Məsələn, 100 ilə 1-i də götürsən, yenə də qarşılıqlı sadə olur bunlar. Belə. İndi buna uyğun bir misal tipi də yazaq. Qarşılıqlı sadə ədədlərə uyğun. Misal nümunəsinə baxaq. Məsələn, bizə verib ki, A vur B 19-dur. B vur C 17-dir. Yox, 7-dir. Bizə istəyir ki, A plus B plus C-ni tapın. Bunu tap deyir. Və A, B, C də natural ədədlərdir. Bizə şərt verib ki, A, B, C də daxildir natural ədədlərə. Və sizdə bu daxildir işarəsidir. Daxildir. N də natural ədədlər. Deməli, ABC natural ədədlərdirsə, A-nı da B-yə vuranda 19 edir, B-ni C-yə də vuranda. B fikir verin ki, burada da var. Burada da var. B 2 yerdə var. B 2 yerdə olduğuna görə 19 ilə 7-nin deməli ortaq bölənidir də B. 19 ilə 7-də qarşılıqlı sadə ədədlər olduğu üçün olan ortaq böləni yalnız 1-dir. Deməli, B ilə 1-dir də. Hər ikisində iştirak elədiyinə görə B 1 olmalıdır. B 1 olanda avtomatik olaraq A olur 19, C də olur 7. Hər biri məlumdur. Bizə də cəmi istəyir. Yazırıq ki, 19, 1, o da 7. O da elədir 27. Belə. Bu da belə bir misal tipi idi. İndi danışmaq istəyirəm sadə vurğulara ayrılmadan. Sadə vurğulara ayrılma nədir, necə olur? Bu haqqda məlumat verək. Sadə vurğulara ayırma.
Sadə vurğulara ayırma necə olur? Məsələn, bir ədəd götürürəm, tutaq ki, 42. Mənə deyirlər ki, bunu sadə vurğulara ayır. Sadə vurğulara ayır o deməkdir ki, bax bunu bölürəm. Bu xətt seçirəm aşağı doğru və ən kiçik sadə hansıdır? 2. 2-dən başlayaraq bölə-bölə gedirəm. 2-yə bölürəm. 42-ni 2-yə, 21. 21 2-yə bölünmür. 3-ə bölürəm. 7. 7 də 7-yə 1. Başqa bir də götürək. Məsələn, olsun tutaq 108. Mənə deyir, bunu sadə vurğulara ayır. Bölürəm 2-yə 54. Bölürəm 2-yə 27. Bölürəm 3-ə 9. 3-ə bölürəm 3. 3-ə bölürəm 1. Bu prosesi 1-ə kimi davam elətdiririk. Buna da deyirlər sadə vurğulara ayırma. Sadə vurğulara ayrı-ayrı gedirik. İndi sadə vurğulara ayırmada bəzi anlayışlar var. Sadə vurğuların sayı anlayışı, müxtəlif sadə vurğuların sayı anlayışı, sadə bölən sayı anlayışı və s. İndi bunları bir-bir yazaq. Başlayaq, bir-bir yazaq. Birinci, sadə vurğuların sayı. Sadə vurğuların sayı. Bunların hamısı testlərdə soruşulur. Ona görə mütləq şəkildə qaydaları yadda saxlamaq lazımdır. Sadə vurğuların sayı nədir? Məsələn, 42-ni biz sadə vurğulara ayırmışıq da. 2 alınıb, 3 alınıb, 7 alınıb. 3 dənə sadə vurğu var. Sadə vurğuların sayı budur. Məsələn, 108-i biz sadə vurğulara ayırmışıq. 2 dəfə 2 alınıb, 3 dəfə də 3 alınıb. Deməli, 5 dənə sadə vurğu var. Bütün sadə vurğuların sayı. Sadə vurğu sayı deyəndə bütün vurğular nəzərdə tutulur. Bütün vurğular. Qarşısına yazıram. Bütün vurğular nəzərdə tutulur. Bütün vurğular. Yəni, məsələn, 2-dən 2 dənədirsə, ikisini də sayırsınız. Bütün vurğuların sayıdır, sadə vurğuların sayı. İkinci, bizə deyə bilər ki, müxtəlif sadə vurğu sayı. Artıq bu söz varsa, müxtəlif. Müxtəlif sadə vurğuların sayı. Müxtəlif sadə vurğuların sayı deyəndə artıq yalnız fərqli olanlar götürürəm. Məsələn, 108-in sadə vurğuları hansılardır? 2, 2, 3, 3, 3. Amma mən götürürəm orada ancaq 2-ni bir dəfə, 3-ü də bir dəfə. Yəni 2 dənə müxtəlif sadə vurğu var 108-in. Belə götürürəm. Çünki niyə? Çünki müxtəlif deyir bizə. Müxtəlif olmalıdır. Yəni eyni olmalı deyil. Burada müxtəlif sadə vurğuların sayı elə dediyi sözün özündə də görünür. Yəni fərqli olan, fərqli sadə vurğular. Fərqli vurğuların sayı. Sonra bir dənə də götürüb hər hamısı üçün, bütün qaydalar üçün eləyərik başdan ayağa. Deməli, sadə bölən sayı. Sadə bölən sayı. Sadə bölən sayı soruşsa sizdən, müxtəlif sadə vurğu nədirsə, sadə böləndə eyni şeydir. Bax, oxla da göstərək bura. Yəni ki, bu ilə bu eyni şeydir. Sadə bölən sayı ilə müxtəlif sadə vurğu sayı həmişə eyni olur. Fərqli vurğular deməkdir. Sonra natural bölən sayı. Natural bölənlərin sayı. Natural bölənlərin sayı necə tapılır? Məsələn, bir ədəd, elə 108-i götürək. Bax, 108-i biz bölmüşük, düzdür? Bura qarşısına yazıram. Bax, 108-i biz necə elədik? Deməli, 2 dənə 2 alınıb. Onda 2 üstü 2 yazıram. 3 dənə də 3 alınıb. 3 üstü 3. Saylarını üstə yazıram da, yəni. 2-dən 2 dənə, 3-dən də 3 dənə. İndi, burada natural bölənlərin sayını tapanda ya da saxlayırsınız. Bu üstlərin üstünə bir gəlib bir-birinə vururam. Yəni, 2 üstəgəl 1 vurulsun 3 üstəgəl 1. 3 vur 4 eləyir 12. 12 dənə natural bölən sayı var deməkdir bu. Yəni, natural bölənlərin sayı ümumilikdə belədir düsturu. Qoy altına düsturunu da yazım. Yəni, bir A ədəddir tutaq ki, mən bunu sadə vurğulara ayırmışam. A üstü M, B üstü N, tutaq ki, C üstü K və s. alınıb. İndi mən burada natural bölənlərin sayını tapmaq istəmirsə, üstlərin üstünə bir gəlib bir-birinə vururam. Yəni, M topla 1, N topla 1, K topla 1. Bunların bir-birinə hasili natural bölənlərin sayı deməkdir. Deyirəm ki, aydındır. Sonra keçdik növbəti.
Danışırıq tam bölən sayından. Tam bölən sayı. Tam bölənlərin sayı. Tam bölənlərin sayını tapanda, natural bölənlərin sayını nə tapmışsınızsa, onu vurursunuz 2-yə. Yəni tam bölənlərin sayı düsturu 2 vurulsun natural bölən. N-B yazıram. Yəni natural bölənlərin sayı nə tapmışsınızsa, onu 2-yə vurursunuz. Məsələn, 108-in tam bölən sayı 24 olacaq. Çünki natural bölən sayını 12 almışıq. 2-yə vururuq 24. Sonra davam eləyək. Gəlir, demək, mürəkkəb bölən sayı, bir də var cüt sadə bölən sayı, cüt natural bölən sayı, tək natural bölən sayı. Mürəkkəb bölənlərin sayı. Deməli, neçədə qalmışdıq? Bir dənə baxım. 5 dənə yazmışıq. Aha, 6-cı. Deməli, mürəkkəb bölən sayı. Mürəkkəb bölənlərin sayı nə tər tapılır? Natural bölənlərin sayı nə qədərdirsə, natural bölən sayı nə qədər tapmışamsa, natural bölən sayı, bundan çıxıram, sadə bölənlərin sayını, sadə bölən, bunu da çıxıram 1-i. Çünki natural bölənlərin sayının isə 1 də var. Axı 1 nə sadə, nə də mürəkkəb deyil. Ona görə natural bölənlərdən sadə bölənlərin sayını çıxıram, sadə bölənlərin sayının içində 1 çıxıram. Sadə bölən sayında yuxarı keçdikdə sadə bölənlərin sayı nə tər tapılır? Müxtəlif sadə vuruq sayıdır, sadə bölən sayı. Yəni natural bölənlərin içindən sadə bölən sayını çıxıram, onun da 1 çıxıram. Məsələn, elə 108-ni özünü götürək. 108 nə tər yazmışdıq? 108 2 üstü 2, 3 üstü 3 idi də. Onun natural bölən sayı eləmişdi 12. 12-dən çıxacam. Sadə bölənləri hansılardır bunun? Sadə bölənlər müxtəlif sadə vuruq eyni şeydir. 2-dən 3, 2 dənə sadə böləni var da. Bundan çıxıram 2, bundan da çıxıram 1. 12 çıx 2, 10 çıx 1, 9. Yəni 9 dənə mürəkkəb bölən sayı var bunun. Mürəkkəb bölənlərin sayı 9 dənədir. Sonra davam eləyək. 7-ci. Bəs bizə desə ki, sadə olmayan bölən sayı. Bəs bunu bizə desə, bir var mürəkkəb bölən sayı, bir var sadə olmayan bölən sayı. Sadə olmayan bölən sayı. Sadə olmayan bölən sayını tapanda sadəcə olaraq natural bölənlərin sayından sadə bölənlərin sayını çıxırsınız və salam. Biri çıxmıram artıq. Niyə? Çünki bir sadə olmayan bölən sayıdır. Onsuz mən onu niyə çıxım ki? Natural bölənlərin sayından sadə bölənlərin sayı çıxır. Məsələn, 108 üçün bunun cavabı nə olacaq? 108 üçün 12 çıxılsın 2 olacaq sadəcə olaraq. 10 yəni. Daha biri çıxmayacaq. Belə. Yəni sadə olmayan bölən sayı belə yada saxlaya bilərik ki, sadə olmayan bölən sayı mürəkkəb bölən sayından bir vahid çox olur həmişə. Çünki mürəkkəb bölən sayını tapanda natural böləndən sadə böləni çıxır, bir də 1 çıxırıq. Amma sadə böləni tapanda natural böləndən sadəcə olaraq sadə böləni çıxırıq. Biri çıxmırıq. Sonra davam eləyək. Gəlir cüt natural bölən sayı anlayışı. Cüt natural bölən sayı. Cüt natural bölən sayını tapanda natural bölənlərin ümumi sayından çıxacaqsınız tək natural bölənlərin sayını. Tək natural bölənlərin sayı. Yəni cütləri tapmaq üçün natural bölənlərin ümumi sayından tək natural bölənlərin sayını çıxacaq. Bəs tək natural bölənlərin sayını nə tər tapacam? Tək natural bölənlərin sayını tapmaq üçün də yəni cütü bilmək üçün təki bilmək lazımdır. Əvvəlcə tək tapmaq lazımdır. Tək natural bölənlərin sayını tapanda da deməli bunu ədəd düzəndə göstərəcəm. Məsələn, elə götürək. Məsələn, 60-ı götürək gəlin. 60-ın sadə vuruqları
2 üstü 2 eləyir 4. Düzdürmü? 3 üstü 1, 12. Bir də 5 üstü 1 də 60 eləyir. Buranın da bir-birinə 60. Deməli, burada, yəni bunun sadə və ayrılması bu formadadır. Burada tək natural bölənlərin sayını tapmaq istəyirəmsə, bax bu cüt olanı nəzərə almıram. Sadəcə olaraq tək olanların üstlərindən natural bölən sayı tapıram da. Yəni natural bölənlərin sayını tapılması kimi üstünə 1 gəlirəm. 1-in üstünə 1 gəlirəm, 1-in üstünə 1 gəlirəm, bir-birinə vururam. Eləyir 4. Yəni ancaq tək olan bölənlərin sayının üstlərindən natural bölən tapıram. Bu olur tək natural bölən sayı. Tək natural bölən sayı 4-dür. Deməli, cüt natural bölən sayı olacaq 63-ün 60 ümumiyyətlə natural bölənlərin sayı nə qədərdir burada? Ümumi sayı. Onu tapıram. Sonra da ondan 4-ü çıxıram. Yəni məsələn, mən burada 60-ın cüt natural bölən sayını tapmaq istəyirəmsə, 60-ın əvvəlcə natural bölən sayını tapıram. Nə eləyir? 2, elə bir ki 2 topla 1, natural bölən yazıq bura. 1 topla 1, bir də 1 topla 1. Hamısının üstləri də nəzərə alınır natural böləndə. 3 vurulsun 4 eləyir də, yəni 12. Bütün natural bölənləri 12 dənə də 60-ın. Ondan, yəni 12-dən 4 dənəsini çıxsam cütləri alıram. Yəni 8 dənəsi cütdür, 4 dənəsi təkdir. Belə. Bu qaydada yazırıq. Sonra bunlar dedik, cüt natural bölən, tək natural bölən. Keçirik natural bölənlərinin cəmi anlayışına. Natural bölənlərin cəmi. Natural bölənlərin cəmi. Natural bölənlərin cəmi necə tapılır? Məsələn, bir A ədədi, deyək ki, bir A ədədi. A üstü M, B üstü N, C üstü K formasında vurğulara ayrılıb da. Mən burada natural bölənlərin cəmini tapmaq istəyirəmsə, düstur belədir. A üstü, M üstə gəl 1. M topla 1, çıx 1, bölünsün, A çıx 1. Vurulsun, B üstü N topla 1, çıx 1, bölünsün, B çıx 1. Bu qaydada. Biraz çətin görünə bilər, amma çox da çətin düstur deyil. İndi bir nümunə yazarıq. C çıx 1. Bu formada bir düsturdur. Yəni, bununla da siz tapmış olursunuz bütün natural bölənlərinin cəmini. Bir də götürək. Olsun, məsələn, elə 60 olsun. Elə 60 olsun. 60-ı necə yazdıq vurğulara ayrılmasını? 2 üstü 2, 3 üstü 1, 5 üstü 1. 3 üstü 1, 5 üstü 1. İndi bunu nətər yazacağım? Burada A-nın yerində nə durur? 2. Onda olacaq 2 üstü M topla 1 nədir? 2 üstü, yəni burada 2 üstü, M-in yerində 2 var da, 2 üstü 2-dir. Üstə 1 gəndə 2 üstü 3, çıx 1. Düsturumuz belədir. Çıx 2, çıx 1. Sadəcə olaraq. Vurulsun. İndi B-nin yerində durur 3. Üstündə də 1 var. Onda üstünə 1 gəlirəm də. Yəni 3 üstü 1 topla 1. Yəni 2, çıx 1, bölünsün 3, çıx 1 və C-nin də yerində durur 5. Üstdə 1 var. Yəni K-nın yerində 1 var. O da K topla 1 olduğu üçün olur 5 üstü 2. Çıx 1, bölünsün 5, çıx 1 və s. Bunu həll edirsiniz. 2 üstü 8, çıx 1. Deməli, 7 bölünsün 1, vurulsun. 9 çıx 1, 8, 8 bölü 2. 25 çıx 1, 24 böl 4. Bu formada bunu sadələşdiririk, hesablayırıq. Deməli ki, ixtisarlar aparaq. 12, 2, 24, 7. 168. Bu formada. Sonra davam eləyək. İndi danışaq tam bölənlərin cəmindən. Natural bölənlərin cəmini dedik, tam bölənlərin cəmini demədik. Onu yazdıq 11-ci. Ya da saxlayın ki, həmişə tam bölənlərin cəmi həmişə 0-a bərabərdir. 0 olur. Niyəsini deyək. Ümumiyyətlə, tam bölən nədir? Natural bölənin 2 qatı. Niyə? Səbəb nədir? Niyə natural bölənlərin 2 qatı tam bölənlərdir? Çünki bir ədədin natural bölənləri yazıramsa, tam bölən deyəndə mənfiləri də nəzərə alıram.
Məsəl üçün. Bax, 60 olsun. 60-ın natural bölənlərin sayı neçədir? 2 üstü 2, 3 üstü 1, 5 üstü 1-dir də dedik bu. Bunun natural bölənlərin sayını bayaq tapmışdıq, 12-dir. Niyə tam bölən 24 olacaq? Səbəb odur ki, bunun natural bölənləri, məsələn, bu neçəyə bölünür? 2-yə bölünür, 1-ə bölünür, məsələn, 4-ə bölünür, məsələn, 15-ə bölünür. Bu natural bölənlər mənfilərinə də bölünür axı. Məsələn, 60 -4-ə də bölünür axı, -2-yə də bölünür, -1-ə də bölünür, -12-yə də bölünür, -5-ə də bölünür. Yəni o deməkdir ki, tam bölən ona görə naturalın 2 qatıdır ki, naturalda ancaq müsbətləri yazıram, müsbət bölənləri. Tam böləndə isə həm müsbətlərin, mənfilərini də yazıram. Ona görə 2 qat olur. Və bunların cəmini tapanda mənfiləri ilə müsbətlərini toplayanda eyni şeylərdir axı. Məsələn, 2-yə də bölünür, -2-yə də bölünür, 3-ə də bölünür, -3-ə də bölünür. Bunların hamısını cəmləyəndə natural bölənlərin cəmi həmişə 0 olur. Yəqin ki, aydındır. Hamısını cəmləsəm, natural bölənlərin sayı 2 olur. Məsələn, belə yazaq da -1-dir. Məsələn, -1-ə bölünür, -2-yə bölünür, -3-ə bölünür və s. və s. və s. və s. və s. Mənfilərin hamısını yazsam, üstəgəl 1-ə də bölünür, 2-yə də bölünür, 3-ə də bölünür və s. və s. və s. Ona görə də bunlar avtomatik olaraq hamısı bir-birini aparacaq. Mənfilər, müsbətləri aparır. Beləcə yerdə cavab olaraq həmişə qalacaq 0. Yəni bütün ədədlərin tam bölənlərinin cəmi 0-a bərabərdir. Belə bu qaydada bunu dedik. Natural bölənlərin hasili anlayışı qaldı. Onu da deyək. Natural bölənlərin hasili. Natural bölənlərin hasili necə olacaq? Məsələn, bir A ədədidir. Biz bunun natural bölənlərini tapmışıq tutaq ki. Bu natural bölənlərini bölürsünüz 2-yə və A-nın üstünə yazırsınız. Bu cavab natural bölənlərin hasili olmuş olur. Məsələn, 60. 60-ın natural bölənləri nə qədər idi? 12 dənə natural böləni var idi. Onda 60-ın natural bölənlərin hasili 60 üstü 12 bölü 2 olacaq. Yəni 60 üstü 6. 60 üstü 6 hesablayırıq. O qədər bunun natural bölənlərin hasili o həmin qiymətə bərabər olmuş olacaq. Belə. Davam eləyək. Deməli, keçirik nəyə? Natural bölənlərin hasilini dedik. Keçək. Bəzi xüsusi qaydalar var. Deməli, onlar da deyim. Məsələn, bizə deyir ki, A-dan kiçik, A ilə qarşılıqlı sadə ədədlərin sayını tap. A-dan kiçik. Məsələn, bir A ədədidir, tutaq ki. A-dan kiçik. Həmin ədədlərdə qarşılıqlı sadə olan. A ilə qarşılıqlı sadə olan ədədlərin sayını tap. Qarşılıqlı sadə ədədlərin tapılması. Sayının tapılması. Deməli, indirik. Bu zaman birinci A ədədini sadə vurğulara ayırırıq. Ayırmanı bu formada yazırıq. A üstü M, B üstü N, C üstü K formasında. Sonra bu A ədədini götürürük. Vururuq. 1 çıxılsın 1 böl A. Üstlər nəzərə alınmır. Ancaq sadə ədədlər. Bir sadə bölənlər yəni. 1 çıx B, 1 çıxılsın 1 çıx C. Vəssalam. Bununla da A-dan kiçik A ilə qarşılıqlı sadə ədədlərin sayını tapmış oluruq. Məsələn, tutaq ki, bir nümunə yazaq buna. Məsələn, tutaq ki, 40-dan kiçik 40 ilə qarşılıqlı sadə ədədlərin sayını tap deyir bizə. 40-dan kiçik. Ədədimiz 40-dır. Birinci bunu sadə vurğulara ayırırıq. Onda necə olacaq 40-dan? 40-ı 2-yə bölsəm 20. 2-yə bölsəm 10. Sonra 2-yə bölsəm 5. Deməli, 2 üstü 3 olur. 2-dən 3-dən oldu axı. 5 üstü 1. Yəni, bu formada da sadə vurğulara ayıra bilərsiniz. İndi bunu belə ayırdım. A, yəni 40 vurulsun 1 çıx 1 böl A. Yəni 1 çıx 1 böl 2. Sadəcə sadə bölənləri nəzərə alırsınız. Üstlər nəzərə alınmır. 1 çıxılsın 1 böl 5. Məsələn, bunu hesablayırsınız. 40 vurulsun. 1-dən 2-də 1 çıxanda 2-də 1. 1-dən 5-də 1 çıxanda 5-də 4. Demək, ixtisar gedir.
10 da ondan ixtisar edəndə burada qalır 4. Buradan gedir. 4 4 16. Vəssalam. Deməli A-dan 40-dan kiçik olub 40 ilə qarşılıq sadə olan dedilən sayı 16-dır. Sonra bir də bu sualın eyni tip sualda əslində belə bir versiyası da var. Tutaq ki, deyir ki, bizə səliqəsiz oldu, bir dənə bunu silim. Deməli, tutaq ki, bizə deyir ki, məxrəci A olan neçə ixtisar olunmayan düzgün kəsiri var? Neçə ixtisar olunmayan düzgün kəsir var. Eyni şeydir. Niyə eyni şeydir? Səbəb nədir? Çünki fikirləşin, yuxarıda nə idi anlayış? A-dan kiçik olub, A ilə qarşılıqlı sadə olan edilən sayı. Bizə deyir ki, məxrəci A olan neçə ixtisar olmayan düzgün kəsir var? Bu ixtisar olunmursa, əgər kəsirin məxrəci A-dırsa və ixtisar olunmursa, deməli sürətdə olanlar məxrəci olanlarla qarşılıqlı sadə olmalıdır ki, onlar ixtisar olunmasında. Deməli yuxarıdakı cümlə ilə əslində aşağıdakı cümlə eyni şeydir. Sadəcə olaraq yazılış tipi fərqlidir yəni. Burada da yenə eyni şeydir. Yenə A-nı tapırıq A üstü M, B üstü N, C üstü K kimi və yenə də A vurulsun 1 çıx 1 böl A, 1 çıx 1 böl B və 1 çıx 1 böl C. Bunu da yazırıq. Belə. Amma bizə desə ki, cümlədə məxrəci A olan neçə ixtisar məsələn olunan düzgün kəsir var desə, ixtisar olunan. Desə ki, məxrəci A olan neçə ixtisar olunan düzgün kəsir var? İxtisar olunan deyəndə bütün kəsirlərdən, ümumiyyətlə bütün düzgün kəsirlər neçədən olacaq? Məsələn, bir dənə nümunə yazaq. Elə 40 olsun. Tutaq ki, 40-ın bu formada yazırıq da, natural bölünən sayın, sadə vurgulara ayrılışın sayın bu formada yazırıq. Bu sadə vurgulara ayrılışı. Məsələn, bizə sual verir ki, tutaq ki, məxrəci 40 olan neçə ixtisar olunmayan və ya olunan, indi olunmayan da baxaq, olunan da baxaq. Neçə ixtisar olunmayan düzgün kəsir var desə, yuxarıdakı ilə eyni şeydir. 16 dənə deyən, 16 dənəsi ixtisar olunmur. Bəs neçəsi ixtisar olunur desə, ümumiyyətlə, neçə dənə düzgün kəsir var məxrəci 40 olan? 40-da 39 dənə düzgün kəsir var da, çünki 40-da 40 yazsam düzgün olmaz. 40-da 39 dənə düzgün kəsir var. 40-da 39 dənə düzgün kəsirdən 16-sı ixtisar olunmayandır. Onda 39 dənəsindən 16-sını çıxıram, qalır ixtisar olunanlar. 39-dan da 16-sını çıxanda qalır neçə? 23. Məsələn. Yəni 16 dənəsi ixtisar olunmayansa, 23 dənəsi ixtisar olunandır. Belə. Bu qaydada, bu da bir qayda. İndi keçək nəyə? Biz danışmamışıq Əbu Bəkir anlayışını. Əbu Bəkirdən danışaq, sadə bölənlərə ayırmasından danışdıq. Bunların hamısını dedik. Əbu Bəkirdə deyək. Əbub və Əkub. Başlayaq Əbubdan. Əbub. Nədir Əbub? Əbub ən böyük ortaq bölən deməkdir. Ən böyük ortaq bölən. Əbub necə tapılır? Məsələn, bizə verilib ki, Əbub 24-dən, məsələn, 32. Bunu tap deyir. Nətər tapıram? 2 cür qaydası var. Əvvəla bunu sadə vurgulara ayırma ilə yaza bilərəm. 24-də sadə vurgulara ayırıram. 2-yə bölünür 12, 2-yə bölünür 6, 2-yə bölünür 3, 3-ə bölünür 1. 32-ni də sadə vurgulara ayırıram. 2-yə bölünür 16, 2-yə 4, 2-yə 2, 2-yə 1. İkisini də sadə vurgulara ayırdım. Sadə vurgulara ayırandan sonra ortaq sadə vurgular götürüb bir-birinə vururam. Məsələn, bu. Ortaqdır, düzdür. Hər ikisində 2 var. Yazıram bura 2. Sonra
2, yenə hər ikisində 2 var. Yazıram 2, vur 2. Sonra başqa yenə də hər ikisində 2 olduğu üçün yenə vur 2. Və salam. Nə oldu? 2 vur 2 vur 2, yəni 8. Bunların ortaq vuruğu, yəni ortaq böləni oldu 8. Hər ikisinin ortaq bölündüyü. Başqa necə tapmaq olar bəs? Yenə də bizə bu verib 24-dən 32. 24-ün bütün bölənlərini yazırıq. Bölənləri nədir? 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 4-ə bölünür, 6-ya bölünür, 8-ə bölünür, 12-yə bölünür, 24-ə bölünür. Eyni ilə də 32-nin bölənlərini yazıram. 1-ə bölünür, 2-yə bölünür, 4-ə bölünür, 8-ə bölünür, 16-ya bölünür və 32-yə bölünür. İndi bu bölənlərin içindən hansılar ortaqdır? 1-lər ortaqdır, 2-lər ortaqdır, 4-lər ortaqdır və 8-lər ortaqdır. Bəs bu ortaqların içindən ən böyük hansıdır? Bizə nə deyir cümlədə? Ən böyük ortaq. Böyük ortaq. Bu ortaqların içindən ən böyüyü. Yəni 8. Yəni də cavab 8 olmuş olur. Belə. Bu əbobun tapılma qaydasıdır. İndi əkobun tapılma qaydasından danışaq. Əkob necə tapılır? Əkob nə deməkdir? Əkob ən, bu səfər böyük yox, kiçik, ortaq, bölünən. Ən kiçik ortaq bölünən. Məsələn, əkob 18, deyək ki, 12. Mən bunların əkobunu tapmaq istəyirəm. Tapa bilərəm yenə də sadə vurğulara ayrılma ilə. 18-i bölürəm sadə vurğulara 2-yə, 9, 3-ə, 3, 3-ə, 1. 12-i bölürəm sadə vurğulara 2-yə, 6, 2-yə, 3, 3-ə, 1. Və bunların içindən mənə lazımdır ortaq olanlar. Daha doğrusu ortaq olanlar yox. Böyük hansıdır? 18. Bunların birini yazıram. Ümumiyyətlə fərqi yoxdur. Böyük yaz, kiçik yaz. Birini yazırsınız. Digərindəki artıqlara vurursunuz. Məsələn, bax, 2-lər ortaqdır, getdi. 3-lər də ortaqdır, getdi. 18 yazdığıma görə 12-dəki artığa vururam 2-yə. Eləyir 36. Belə də yazmaq olardı. 12-ni yazıb, 12-ni yazsaydım, 18-dəki artığa vurasaydım, 3-ə vurasaydım, yenə 36 eləyir. Yəni, fərqi yoxdur. Birini yazırsınız, digərində artıq qalan hansıdırsa ona vurursunuz. 36 bunun oldu əkob. Bu əkobun tapılmasının birinci qaydası. İkinci qaydasına görə isə 18-dən 12-də, düzdürmü? Bax, 18 yazıram və 12 yazıram. 18-in bölünənlərini yazıram. Bax, bölünəndir. 18 18-ə bölünür. Sonra 18-də 2-yə vuram. 36 18-ə bölünür. 3-ə vuram, məsələn, 54 18-ə bölünür və s. və s. Davam edir bu. Çünki bu bölünənlərin sonsuz axı. 12-yə, 12 12-yə bölünür. 24 12-yə bölünür. 36 12-yə bölünür, 48 12-yə bölünür və s. Yaza gedirəm. Amma harada dayanıram? 48 yazmağa ehtiyac yox idi. Yəni 36-da dayanıram. Bax, bunlar bunu davam eləsəm hər ikisini, yenə də ortaq bölünənləri mütləq şəkildə olacaq. Lakin bizə lazımdır ən kiçik ortaq. Ortaqların içində ən kiçiyi bu olacaq. Çünki birinci dəfə burada ortaq olublar da. Cavab olacaq yenə də 36. Bax, bu ikinci üsul balaca rəqəmlər üçün sərfəlidir. Bəli. Balaca dədlər üçün. Amma böyük dədlər olanda birinci üsul sərfəlidir. Çünki mən tutaq ki, məsələn, mən deyirəm 168-dən məsələn 142-nin əkobunu tap. Durun, mən 168-dən 142-nin bölünənləri bir-bir yaza gedim. Yəni, bu nə vaxta kimi yazaram? Mən bunu düşünə vaxt çox gedər. Ona görə də kiçik rəqəmlərdə bəli, əlverişlidir ikinci üsul. Amma böyük rəqəmlərdə birinci üsul əlverişlidir. Belə. Bundan danışdıq. Bəzi düsturlar var, onlardan da danışım. Əbu Bəkoba aid xüsusi qaydalar. Məsələn, bəzən bizə misal nümunəsi verir. Bir misal üzərində yazaq. Məsələn, bizə deyir ki, tap əbob 2 üstü 2, 3 üstü 5, 5. Bununla, məsələn, 2 vur, 3 üstü 3, vur, 5 üstü 4. Məsələn, mənə lazımdır bu ikisinə əbobunu tapmaq, deyək. Bu ikisinə mən əbob tapmaq istəyirəmsə, nətər tapacam? Ən kiçik götürəcəm. Məsələn, burada 2 üstü 2-dir, burada tək 2-dir. İkisinin ortağı nədir? Tək 2-nin özü. Məsələn, burada 3 üstü 5-dir, burada 3 üstü 3-dür. İkisində də içində nə var? 3 üstü 3 var da. Kiçiyi hansıdırsa onu götürürəm.
Burada 5'dir, burada 5 üstü 4'dür. Yenə 5'i götürəcəm. Yəni kiçikləri götürürəm burada. Və bir-birinə vururam. 27 2. 27 2 54. 54 də 5-ə 270. Belə. Bu biri. Əçöb tapmaq istəyirəmsə, indi gəlin eyni ifadənin əçöbünü tapaq. Əçöb 2 üstü 2 3 üstü 5 5 2 3 üstü 3 5 üstü 4. Mən bunun əçöbünü tapmaq istəyirəm. Bu səfər isə əçöbdə böyüklər götürürsün. Məsələn 2 üstü 2 ilə 2-də böyük olan 2 üstü 2-dir. 3 üstü 5 ilə 3 üstü 3-də böyük olan 3 üstü 5-dir. Bu ikisinin də böyük olan 5 üstü 4-dür. Ən böyüklər götürürsünüz və bir-birinə vurursunuz. İndi mən bunun hesablaması uzun olacaq deyə hesablamıram. Belə. Keçsək növbəti bir qaydaya əbəb əçobla bağlı. Bunlar yəqin ki aydın oldu. Keçək növbəti qayda. Demək, əbobda və əçobda belə bir qayda var ki, məsələn, əbob n bura, n vur b. Burada n-i çölə çıxarıb, bunu vurulsun əbob AB yaza bilərik. Bu nə deməkdir? Məsələn, n düstur əçob üçündə yazaq, əçob üçün də bu keçərlidir. Əçob AB. Nə deməkdir bu? Məsələn, bizə verilib kitab əçob 24 ilə 18-i. Mən 24 ilə 18-in əçobunu tapmaq istəyirəm. Tapa bilərəm. Bəli. İndi bu dediyim düstur bəzən böyük rəqəmlər üçün daha sərfəli olur. İndi bunun üçün də sərfəlidir yenə də. 24 ilə 18-i mən belə yaza bilərəm də. Bax, əçob 24 ilə 18-in ortaq bir vurğunu götürəcəm. Məsələn, 6 vur, bu 6 vur 4 deməkdir. 18 də 6 vur 3 deməkdir. Onda həmin 6-nı mən çölə atsam, ikisində ortaq 6 var axı. Mən bunu əçob 4-dən 3 deyə bilərəm də. 4-dən 3-ün də əçobu nədir? 4-dən 3 axı qarşılıqlı sadə ədədlərdir. Bax, qarşılıqlı sadə ədədlərin əbobu 1 olur həmişə. Əçob da bir-birinin hasili. Əbobu 1, əçob bir-birinin hasili. İndi bunların əçobu 4-dən 3-dürsə, 4-dən 3-ün əçobu bir-birinin hasilidir. Yəni, qarşılıqlı sadə ədədlər olduğu üçün 12-dir. 6 vur 12, 72 və salam. Yəni, belə şifahi tapdıq. Artıq nə bölünənlərini tapmadıq, nə zadavukları ayırmadıq. Bu düstur onun üçün keyfiyyət düsturdur. Eyni zamanda əbob üçün də eyni şey yazmaq olar. Burada əbob olsaydı, eyni düstur üçün 4-dən 3-ün əbobu 1-dir. 6-nı da 1-ə vuram 6. Əbobu da 6 eləyir yəni. Bu qaydanı da yadda saxlayaq. Sonra kəsr ədədlərin əbobunun və əçobunun tapılma qaydası. Əbob A böl B, S böl D. Bu zaman tapılır bu. Əbob A-la S-nin əbobu bölürsünüz əçob B-lə D-yə. Bunu bu formada tapmaq olar. Və yaxud da əbob A böl B, S böl D-ni bu formada tapmaq olar. B-lə D-yə ortaq BD-dir. Elə BD-də 1-i çıxardıram ortaq. Qalır içəridə əbob. A-nı D-yə vururam AD. B-ni də S-yə vururam BS. Bu formada. Eyni zamanda eyni düsturlar əçob üçün də keçərlidir. Yəni əçob A böl B, S böl D-də tapılır əçob A-la S bölünsün əbob B və D. Və ya əçob A böl B, S böl D bərabərdir. 1 böl B-dən çıxardıram yenə ortaq. Qalır içəridə əçob AD BS. Buna uyğun bir nümunə deyək. Məsələn, sayı nümunəsi yazaq. Mən tapmaq istəyirəm əçob. Deyək ki, 5-də 4-lə 3-də 2-nin əçobunu tapmaq istəyirəm mən. Bunun əçobunu tapmaq istəyirəmsə, əçobun birinci düsturu yaza bilərəm elə. Əçob 4-lə 2 bölünsün əbob
5-dən 3. 4-lə 2-nin əçobu nədir? Elə 4-ün özü. 5-lə 3-ün əbobu nədir? 1 qarşılıqlı sayda olduqları üçün. 4 böl 1, 4. Eyni düsturu gəlin ikincisi ilə yazaq görək, eyni cavab alırıqmı? Əçob 5-də 4, 3-də 2. Yenə əçobunu tapmaq istəyirəmsə, 5 ilə 3 məxrəclərdir. Bunların ortağı 15-dir. 15-də 1-i atıram çölə. Qalır içəridə əçob. 4-ü vururam 3-ə, 12 çarpaz vururam 5-i 2-yə 10. 12 ilə 10-un əçobu, yəni ikisinə də bölünən ədəd ən kiçik ədəd 60-dır. 15-də 1-i də vururam 60-a. Rəxtsə gedirib qalır yenə 4. Bayaq 4 almışdıq, yenə 4 aldıq. Yəni bu qaydada hər iki düsturu tətbiq edə bilərsiniz. Eyni zamanda əbob üstündə əbobun düsturlarını tətbiq edərək tapa bilərsiniz. Belə. Bu da bizim kəsr düsturlarımız, kəsrli olan düsturlarımız. İndi bir də qaldı əbobun, əçobun özünə aid, sırf özünə məxsus düsturlar. Onlardan danışaq. Birinci düsturdan başlayaq. Əçob AB-ni əgər mən bölsəm əbob AB-yə alınar S. S isə ortaq olmayan sadə vurğuların hasilidir. Sadə vurğuların hasili. Məsələn, 2 dənə ədədi götürmüşəm. Onların əbobunu əçobdan nisbətini tapmaq istəyirəm. Onları sadə vurğulara ayırıram. Ortaq olmayanları götürüb bir-birinə vururam. Bu da olur onların bir-birinə nisbəti. Bəs hasil necə olacaq? Yəni əçob AB-ni əbob AB-yə vursam nə olar bəs? Vursaq əbob AB-yə. Alarıq bir-birinin hasili. A vur B. Üçüncü qaydamız. Əbobun öz düsturu. Əbob AB-nin öz düsturu. Bərabərdir. Kök altında AB bölünsün S. Və dördüncü əçob AB-nin öz düsturu. Kök altında A, B, S. Üçün də bir-birinə hasili. İndi danışmaq istəyirəm. Son olaraq 2 ardıcıl cüt ədəddən 2 ardıcıl cüt ədədin həmişə əbobu 2 olur. Əbobu 2-dir. Niyə? Səbəbini deyək. Məsələn, əvvəlcə bir səbəbini deyək, sonra nümunə deyərik. Məsələn, əbobda düstur nə idi? Yəni, daha doğrusu 2 ardıcıl cüt ədəddə düstur nə idi? Birində 2-nin ardıcıl gəlirsə, o birisi olacaq 2 plus 2-də. Bu ikisindən də 2-ni çölə atsam, qalır əbob n və n plus 1. İndi n və n plus 1-in zədlərdir qarşılıqlı sadə. Qarşılıqlı sadə ədədlərin əbobu nə olurdu? Həmişə 1. 2 vur 1, yəni cavab həmişə 2 olacaq. Həmişə. Məsələn, mən götürürəm əbob 14 ilə 18. Daha doğrusu 14 ilə 16 olacaq 2. 16 ilə 18 yenə 2. 22 ilə 24 yenə 2. Bu qaydada, yəni 2 ardıcıl cüt ədədin həmişə əbobu 2-dir. Gedək indi əçobuna. Əçobu isə onların hasilinin yarısıdır. Onların hasilinin yarısıdır. Baxaq. Məsələn, mən götürürəm tutaq ki, əçob 14 16. Mən deyirəm bunun əçobunu tap. Düşünməyə ehtiyac yoxdur. 14-ü 16-ya vurub bölürsüz 2-yə. Hasilinin yarısıdır da, yəni 112. İndi bəs bu niyə belə olur? Bunun səbəbi nədir? İndi yazıram əçob 2n-dən 2n plus 2-dir də bu. 2n və 2n plus 2. Ortağa atıram çölə yenə 2-ni. Qalır içəridə əçob n ilə n plus 1. N ilə n plus 1 dedik qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlərin əçobunu tapanda onlar bir-birinə vururlar axı. Onda olur 2 vurulsun n plus 1. Cavab bu olur. Niyə bu olur? Çünki bizim ədədlərimiz bunlar idi da. Bunların hasilinin yarısı olmalıdır da. 2n ilə 2n plus 2-nin hasilinin yarısı nə eləyir bunlar gedəndə? 2 vurulsun n, vur n plus 1 eləyir də. Buradan n plus buradan 2-ni çölə atsaq 2 vurulsun n, bu bir də n plus 1 qalır içəridə. Bu, yəni buna görə belə olur. Mən ümumi düstur olaraq yazdım. Yəni qısaca cüt ədədlərin, 2 ardıcıl cüt ədədin əçobunu tapanda
bir-birinə vurub ikiyə bölürsünüz. Vəssalam, bu qədər. Mənim deyəcəyim qaydalar bu qədərdir. Birinci hissəndə birinci hissədə kifayət qədər qayda var. Bu hissədə kifayət qədər qayda var. Bunların hamısını yaxşı şəkildə öyrənmək düşür sizin üzərinizə və qaydaya yazmaq. Yazı-yazıda göz yaddaşında qalır qaydalar. Bu qədər. Bu qaydaları yaxşı bilsəz, natural ədədlər bölməsindən, yəni birinci hissədə olan natural ədədlər bölməsindən çətinliyiniz olmaz. Hər kəsə uğurlar.